Salam aleyküm. İndi Intur proqramın təzə düyməsini göstərəcəyəm. Çoxdan yazılıb və istifadə olunur. Deməli, Intur proqramı ateli menecmentidir. Yəni, otelə qonaqları check-in və check-out eləmək olar, qeydiyyata almaq, yəni və indi bundan sonra 1 saatlıq, 3 saatlıq, 6 saatlıq da qonağı otağa salmaq olacaq. Və vaxtı keçəndən sonra 5 dəqiqə qalmış vaxtın qurtarmağına o belə qırmızı rəngdə olacaq. İndi göstərəcəyəm və göstərəcək ki, bu adamın vaxtı qurtarır. Hesabatlarda da biz görəcəyik ki, kimlər vaxtdan çox qalıblar. Misal üçün, 3 saatlıq qalmalıydılar, qalıblar 3 saat 30 dəqiqə. Yəni, əgər 3 saatdan normadan 10 dəqiqə çox qalıblarsa, orada qırmızı rəngdə göstərəcək ki, sahib biləcək ki, otelin sahibi biləcək ki, burada bu qonaq nə üçünsə artıq qalıb. Ödədiyindən artıq qalıb. Gəlin, baxaq, beləncək aydın olmayacaq. Bizdə əvvəl otelin yuxarıda da, aşağıda da 3-dür. Onu sonra dəyişmək olur. Bax, otel proqram açıldı və bu dəfə mən rezervasiya eləyəndə indi girirəm bura, seçirəm indi kimisə, fərqi yoxdur kimi. Kampaniya, bunlar hamısını bizim proqramımıza, bizim dərsimizə adiyyəti yoxdur. Deməli, yazıram, açan bu adam daxil olacaqdır. Bu gün 31.03.26-cı ildə yazıram elə 31.03.26 0 və burada seçirəm neçə saatlıqdır. Yəni 3, 6, 12. Burada əllə də yazmaq olar. 2 saat, 4 saat qoya bilərsiniz. Ancaq standart 3, 6, 12-dir. Misal üçün 6 saatlıq gəlib. Seçirəm onun üçün otaq. Misal üçün twin. Görürəm, boş twinlər varmı? Vardır. Təmiz twin var. 706-cı otaq. Və bunu mən verirəm bu qonağa. Qiyməti yazıram burada neçəyədir. Misal üçün 6 saat olsun 60 manat. Və bunu eləyirəm. Check-in eləyən kimi burada qeyd olunacaq ki, neçədə check-in olub. Yəni, bu saatı, bu vaxtı mən dəyişə bilmərəm də. Yəni, burada heç nə eləyə bilmərəm. Bu qeyd eləmək olur, ancaq heç nə eləmək olmur. Avtomatik qeyd olunur ki, bax, bu vaxt bu qonaq gəlib 6 saatlıq. Postingi, payment'i istəsəz vura bilərsiniz. Yəni, postingdə, paymentdə var, vurmaq olar. Buradan çıxırıq. Bu reservation arxivdə də olacaq indi bu qonaq. Baxın, 7 bu B, A, B, budur. Olub 6 saatlıq gəlib. Ələ ki, çıxmayıb. Çıxanda real vaxtı, çıxış vaxtı göstərilir. Və əgər get çıxıbsa, bu qonaq gəlmişdir 1 saatlıq, olub 1 saat 31 dəqiqə. 43 saniyəsi var. 1 saat 31 dəqiqə. Yəni, 1 saat 10 dəqiqədən çox qalıbsa, yəni 1 saatlıq olan 1 saat 10 dəqiqədən çox qalsa, qırmızı rəngdə göstərir. Yəni ki, 1 saat 31 dəqiqə olub, ancaq 1 saatın pulunu ödəmişdi. 2 saatlıqdır. Bunlar hamısı yəni, dərs keçmək üçün eləmişik. Bunlar hamısı elə eyni vaxtda çıxıblar. Reallıqda ola bilər ki, başqa vaxtlar olsun. Yəni, qeyd edir ki, nə vaxt siz bunları check-out eləmişsiniz. 3 saatlıq qonaq gəlmişdi, saat yarımdan sonra mən onu check-out eləmişim. Bu isə 1 saatlıq gəlmişdi. 1 saat 31 dəqiqədən sonra bunu çıxarmışdım. Sonra bizə maraqlı olacaq burada report day. Report day'ə də baxanda hansılar ki gecikiblər, geç çıxıblar, onlar qırmızı olurlar. Bax, indi bizdə report day'də bax, bunlardır və bunlar hələ ki gecikməyiblər də, belə 3 saatdır, bunlar gecikməyiblər, ona görə qırmızı deyirlər. Ancaq guest house-a girək, guest house-a baxırıq, hələ ki gecikməyib. Yəni, bax, görürsünüz, 20.37-də gəlib, o 1 saatda gəlmişdi, 20.37-də. Məndə idi 21.13-dür. 5 dəqiqə qalmış axıra, yəni 20.31-də bu qırmızı olacaq. Göstərəcək ki, 5 dəqiqəyə bu bitir, bunun vaxtı bitir. Və bunu buradan çıxartmaq lazım olacaq. Girəcəklər, ya check-out eləməlisiniz, ya vaxtını uzatmalısınız. Əks halda qırmızı rəngdə gəlib düşəcək göstərdiyim, bax, bura, reservation arxivə. Burada qırmızı rəngdə olacaq. Bu 1 saat kimi o da düşəcək, bura qırmızı. Nə qədər ki, real departure date yoxdur, yəni qonaq çıxmayıb, onda burada qırmızı ola bilməz də. Real qonaq çıxandan sonra burada qeyd olunacaq ki, real nə qədər qaldı və əgər bu
1 saatdan 10 dəqiqə, 1 saat 10 dəqiqəyə qədər qalıbsa normal olacaq. 10 dəqiqədən çox gecikibsə, çox qalıbsa qırmızı olacaq. Bu deyirəm ki, 3 saatdan 10 dəqiqə çox qalsa qırmızı rəngdə göstərəcək bundan sonra. Və göstərəcək ki, real nə vaxt gəlib, real nə vaxt gedib. Bax, bu təzə bir şeylərdir, bax, bu proqramda. Sağ olun.